Səadət Buta Abdullayeva 1951-ci ildə Borçalı mahalının Dımanis rayonundakı qədim dəmirçi Hasanlı, indiki Qızılkilsə kəndində müəllim ailəsində dünyaya gəlib. Yaradıcılığa çox erkən başlayıb. 5-ci sinifdə oxuyanda Oktyabr bayramına yazdığı şeir Dımanis'də nəşr olunan Kriyaliyyə adlı rayon qəzetində çap olunub. Sonralar Tiflisdə Azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olan Sovet Gürcüstanı, indiki Gürcüstan qəzetində mütəmadi çap olunub. Oxucuların rəğbətini qazanıb. Daha sonra Azərbaycanda müxtəlif mətbuat orqanlarında, qəzet və jurnallarda da çap olunub. Səadət Buta 1982-ci ildə Azərbaycanın Neftçala rayonunda yaşayan şairə Narınc Xatunla bir müddət məktublaşıblar. 1982-ci ilin oktyabr ayında Buta Narınc Xatunun Gürcüstana qonaq çağırır. İki rəfiqənin səmimi bir gecəlik görüşü keçirilir. Bu görüşdə Dımanis narıncı havasında oxuyub. Beləliklə Narınc Xatunla Səadət Buta Qızılkilsə kəndində Aşıq Dəri Məclisini yaradıblar. Düz 1 il 6 ay Gürcüstanda Aşıq Dəri Məclisi fəaliyyət göstərib. 1984-cü ildə Hüseyin Ali Aşıqların 4-cü qurultayını çağırıb. Buta qurultayda Prezidium 2015 Respublikadan gələn qonaqlarla səhnədə oturub və Aşıq Dəri Məclisi bu qurultayda təsdiq olunub. 1986-cı ildə rayonun Dımanis haqqında yazılan şeirlərin yarışını keçirib. Bu yarışda Butanın şeiri birinci yeri alıb və Gürcüstan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcü dili dərsliyinə daxil edilib. 50 illik yubileyində Gürcüstanın Şöhrət ordeni ilə mükafatlandırılıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1999-cu ildə Türkiyənin Erzurum şəhərində Atatürk Universitetinin Kazım Qarabəkir Təhsil Fakültəsinin Türk Dili Təhsili bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülent Artuman Səadət Butanın bütün yaradıcılığına diplom işi həsr edilib. Dağlar Məni Çağırır şeirlər kitabını çap etdirib. Türkiyənin ən böyük şəhərlərində məclislərdə olub, çoxlu ödüllər alıb. Bir nişan Türkiyə xalqına xidmətlərinə görə, 2 medal isə Türk şifahi ədəbiyyatına etdiyi xidmətə görə verilir. 19 kitab müəllifidir. Xalq ədəbiyyatına canla başla qulluq edib. 3 dastan yaradıb. Xalqın unudulmuş deyimlərini, bayatlarını, boxşamalarını yaddaşa qaytarıb. 14 mənələrimizin qınqımasından nəğmə yaradıb. Həm Gürcüstana, həm Azərbaycana, həm də bütün Turan dünyasına xidmət edib. 2023-cü ildə Gürcü və Azərbaycan xalqları arasında dostluğun və qardaşlığın daha da möhkəmləndirilməsi üçün Sazın Sözün Butası təşkilatını yaradıb. Bu yolda gördüyü işlərə görə Azərbaycan Diasporlar İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan medalı ilə təltif olunub. 2023-cü ildə Dımanisinin fəxri vətəndaşın medalı ilə təltif olunub. 2024-cü ildə Aşıq Ələsgər və Mikail Azadlı medalları layiqiyyatına layiq görülür. Saysız, hesabsız fəxri fərmanları var. 4 evladı, 10 nəvəsi, 2 nəticəsi var. 2025-ci ildə Dımanisi Bələdiyyəsi tərəfindən Kova Muradəşvilinin fərmanı ilə Səadət Butanın doğulduğu kənddə ev muzeyi açılıb. Səadət Buta poeziyasının mayası, kökü, gövhəri, mahiyyəti hardan gəlir? Həmin o sazın qəm köküdür. Bugün kiminsə xəttədən bilər, kimsə qəbul eləməyə bilər, kimsə başqa yerlərə yollar, kim nə etdiyi ölçür. Səadət xanım bugün qadın şairlərinin içində Azərbaycan şeirinin nafalarıdır. Türkçe kurban torpağına, ay yıldızlı baylarına, Azerbaycan dayağına, yenilmezdi ordun senin, yaşa, yaşa Türk'üm benim.
baxışından, bir quta yaramsın od naxışından, şair diləyindən, el alxışından, görün bayrağına dünya baş əyir. Salam ay Türkiyəm, hər vaxtın xeyir. Anam ay Türkiyəm, hər vaxtın xeyir. Bəli, Sadət Quta gözəldir. Bildi Türkün bayrağına dünya baş əyir. Azərbaycan bayrağına dünya baş əyir. Sənin şeirliyin mayası, bax, Türkiyədə də, Turan ellərində də, hər yerdə sən varsan, var olacaqsan inşallah.